Carl Jung'un anima və animus konsepsiyasına görə hər insanın şuurunda hər iki enerji mövcuddur: maskülenlik və feminenlik. Sağlam bir ailədə kişinin maskülen qoruyucu, qərarverici enerjisi ilə qadının feminen, qayğıkeş bir arada saxlayan enerjisi tamamlayıcı olur. Bu, təhlükəsizlik və emosional sabitlik yaradır, uşaqların psixologiyasının sağlam inkişafına kömək eləyir, ata-ana rollarının aydınlığı uşaqların cinsi kimliyinin formalaşmasında əsas amil təşkil eləyir. Təbiət öz-özlüyündə maskülen və feminen enerji ilə doludur. Məsələyə bioloji olaraq baxsaq, oksitosin və testosteron kimi hormonlar birlikdə olduğu zaman sinerji yaranır. Ailə mühitində bu tarazlıq stres hormonu kortizolun səviyyəsini aşağı salır. Bütün ailə üzvləri üçün fiziki və mənəvi sağlamlığı gücləndirir. Problem isə bunu güc yarışına çevirən zaman başlayır. Qadın öz gücünü, həssaslığını və müdrikliyini saxlayaraq ərinin liderliyini və qoruyuculuğunu dəstəklədikdə ailə bir qayıq kimi bütün fırtınalara tab gətirə bilir.